Son günlər Azərbaycan keşfetində bu üz qarşımıza daha tez-tez çıxır. Arsenalın futbolçusu Boğlanın videosunu TikTokda yenidən paylaşım edəndən sonra populyarlığı daha da artmağa başladı və beləliklə də qlobal kəşfiyyətə çıxdı. Loco, tu mujer una perra. Belə populyarlıq dalğası ilə sosial mediada məşhur olan üzlər təbii ki, sosial media marketinqinə də öz təsirini göstərir. Reklam verənlər artıq pullarını keyfiyyətli çəkilişə və məzmunlu kontentə yox, məhz tutacaq videolara xərcləməyə üstünlük verməyə başlayırlar. Əgər soruşsanız ki, hansının daha doğru olduğunu düşünürəm, məncə imkan daxilində hər ikisi olmalıdır. Şəxsən mənə görə, yəni öz subyektiv fikrimdir, məncə bizneslərin sosial media strategiyası yəni tək yönümlü olmamalıdır ki, məsələn, sırf bu istiqamətdə paylaşımlar edirik və məsəl üçün bu həmişə olar, amma belə şeylər qətiyyən olmaz. Çünki bəzən tanınmış dünya brendlərinin də səhifələrində mən elə paylaşımlar görürəm ki, yəni sadəcə baxıram və deyirəm, bunu hansı ağılla paylaşıblar.